Hər dəfə buradan keçəndə ürəyim açılır, bilmirəm, yəni nədənsə danışmaq istəyirəm. İndi də bu şeyləri gördüm. Bunları görsən, bax, buradakı uşaqlarda, bunlar belə əsasən sportivni paltar geyinirlər. Bunlara şey deyirlər, teenager. Azərbaycan dilində nə bilim, hətta buluq yaşına çatmamış gənc, nə deyirlər. Başım 10-18 yaş arası da belə deyək də şeylər, 10 yaşından aşağı deyək ki, uşaq demək olar da yəni. 10-18 yaş arası bu şeylər, bu adın qoyduqları teenagerlər hoqqa verirlər də, yəni bildiğin, yəni adam öldürməsələr, bunları heç nə eləmirlər. Nə bilim, axırda yaralama, nə bilim, harası yarmaq, oğurluq, partlatmaq, nə istədilər eləyə bilirlər. O 18 yaşına qədər bunlara polis dəymir. 18 yaşından sonra nəsə fikirləşirlər bunlar haqqında, cavab bu eləmək olar. İndi bu aralarda şeyin gündəmi, İrlandiyanın gündəmi odur ki, 5 dənə bu bildiyin uşaq nə eləyib də oxşum. Bunlar TikTok çəkib oxşum. Neysə, burada da gecə qəşəng mənzərə olur. Gəlib eləsəz, bu lampalarla nəsə bir şey eləyə bilərsiniz. Maraqlı görüntü. Neysə, bu 5 dənə uşaq oxşum. Qaqalam, nə bilim, hardansa oxşum maşına uğrayıblar. Ora sürüblər, bura sürüblər, o şimdi dincəlməyiblər. Götürüblər, çıxıblar şeyə, nədir, magistral yola. Özü nə? Protip belə. Bunlar cəhənnəmə, bunlar oxşun Fosunvay olub 5-i. Giriblər bir dənə ailənin maşınına da, bu var, lob olub. Nəsə 3-4 dənə maşın əzləyib, nə olur, oxşun. O birisi maşında olan da şeyləri, ailəni məhv ediblər. Özləri də, belə deyək, ölüblər. Bu da şeydir də, yəni nətə deyimi? Bəzən fikirləşdirəm ki, azadlıq bomba şeydir də, yəni 18 yaş olacaq. At oynat da, yəni nə istəyirsən elə, qaşın üstə gözün var, yox, gözün üstə qaşın var deyən olmur da, bu zor şeydir. Amma ay Murat, yəni bu zor şeydir, prosta var beləncə şeylər də var da, yəni həyatdakı, yəni haradasa nəsə stop olmalıdır, yəni bir nəsə bir şey olmalıdır ki, bu adamları durdursun, yəni yoxsa beləncə böyle olmur. Burada da evlərin qiymətini görürsünüz, 700 min uzaqdan 2 otaqlı bir ev, bu da bahatılıdır. Neysə hoşum. Sözüm canı oldu ki, o qafa çilli olmalıdır. Yəni Azərbaycanda da başlayıblar, nə bilim ola. Şeydir, uşağı belə, nə bilim, məktəbdə çıxma vurma olmaz, filan şey olmaz, nə. Düzdür, olmaz ya, yəni bizi kimi belə odunla şeydə döyürlər, məktəbdə döyürlər, o odun gətirdi məktəbə, o peçi yandırmağa da qışda. İndikilər bilməz, belə məktəbə odun daşıyırlar ki, soyuqdan ölməyək, peçi yandır, nə bilim, pilə, blowjobzad eləyirdi yoxsun. Peçi yandırmaq üçün nəfəsimiz kəsilirdi. Qaracı. O odunlarla o bizi döyürdülər, gətirdiyimiz odunlarla. Evə də gələrdik, şeydə, nə bilim, futbol topuyla. Nə bilim, dədə bir ayrı, ana bir ayrı. O zülüm də, uşaqlıq deyil də, konkret bir ki, əsirlik idi. Da o dərəcə yox, amma burada həqiqətən də lazımdır. Yəni nəsə bir şey lazımdır. Yəni dur demək lazımdır bir nöqtədə uşaqlara. Belə, öpüyorum.